Amerikada təhsil alan azərbaycanlı tələbələr üçün vacib məlumat vermək istəyirəm. ABŞ-da oxuyarkən bir çox rəsmi işlər üçün AITIN, yəni fərdi vergi nömrəsi tələb olunur. Məsələn, vergi bəyannaməsi vermək, ABŞ bank hesabı açmaq, PayPal və Stripe hesabı açmaq və s. bir çox işlər üçün AITIN mütləq lazımdır. Amma diqqət edin. Özünüz birbaşa qeydiyyat aparsanız, çox vaxt pasportunuzu poçtla, yəni kargo ilə göndərməyiniz tələb olunur. Bu isə həm vaxt, həm də risk deməkdir. Çünki yolda itmə riski var, əgər özünüzdən arxayınsınızsa yenə də yoxlaya bilərsiniz. Buna görə sizə AITIN saytını tövsiyə edirəm. Bu platforma vasitəsilə AITIN nömrənizi tamamilə onlayn, sürətli və təhlükəsiz şəkildə ala bilərsiniz. Bu arada sayt linki və endirim kodu videonun açıqlamasındadır. Heç bir sənəd kargosu yoxdur, proses 110% pul qaytarma zəmanəti ilə risksizdir. Ən gözəl tərəfi isə odur ki, sayt bir çox dildə xidmət göstərir. İngiliscə, türkcə, ispanca, ərəbcə və daha çox. Yəni dil problemi olmadan rahat şəkildə müraciət edə bilərsiniz. Üstəlik, video açıqlamasındakı linkdən daxil olub e-ticarət 50 kuponunu istifadə etsəniz, $50 endirim qazana bilərsiniz. Əziz tələbələr, fürsəti qaçırmayın. AITIN nömrənizi təhlükəsiz, sürətli və problemsiz şəkildə alın. Uğurlar və növbəti videoda görüşənədək sağ olun.